Əziz dostlar, əziz insanlar, insanseverlər, keçək əsas məsələdə. Mirzəfər Bağırov Yardımlı rayonun Separati kəndində kəndimizin sakinin ağzından güllələmişdi özü. Mirzəfər Bağırov. Bilirsiniz niyə? İlana bax. Bilirsiniz niyə? O vaxtı qaçaqlar Cənub bölgəsini Cənubi Azərbaycandan gələrək talan edirmiş, işğal edirmiş. Qarşısına keçən mal, heyvan, cəmaatın evini, öküzün, zaten nə keçdi soyub talayırmış. Və bəzi satqınlarından əl vermişdi. O cümlədən onlar silahlı olduğu üçün kənd adamları qorxurmuş. Necə qorxurmuş? Yəni silahdır da, istəniləni gülləliyirmişlər. Ona görə bir dəstə müqavimət göstəriblər. 41-45-ci ildə hər kəs bilsin, Cənubi Azərbaycandan farsların çirkin təşkilatçılığı əsasında bizim Cənub bölgəsinə fərqi yoxdur. Biləsvardan Yardımlı, Yardımlıdan Lerikə, Lerikdən Lənkəran, Astara, Masallı kimi talan edirmişlər. O tərəfdən də edirmişlər. Qarabağ bölgəsi, Zəngilan tərəfdə. O cümlədən bu gördüyünüz bu yerlər qaçaqların gizləndiyi yer olub. Eşitdinizmi? Məndən duydunuz. Çıxaq qaçaqların gizləndiyi yerə. Mirzəfər Bağırova xəbər çatır ki, Cənub bölgəsində qaçaqlar tüfan edir, qiyamət qopardı. İnsanları talan edir. Gəlin qız demədən işğal edib, soyqırım edir. Tutub aparı təcavüz edir. O cümlədən Mirzəfər Bağırov gəlir. Deyirlər ki, kənd gəlir bizim kənddə Yardımlı rayonun Separati kəndinə. Deyir, qaçaqların yerin bilən varsa mənə desin. Bizim cəmaat deyir ki, yox. Daha doğrusu bilən də varmış. Qorxduğu üçün deməyib. Mirzəfər Bağırov xəbər çatır, bu iki nəfər görüb. Hətta o insanlar gizlin gətirib qaçaqlara burada yemək verirmiş. Qaçaqlar da o qədər siqaret çəkmiş. İran siqaretində belə deyək. Cənubi Azərbaycan da indiki qondarma İranda. O qədər siqaret kötüyü tökmüşmüş bura. Mirzəfər Bağırov deyib ki, demədiniz ki, bilmədiniz ki, bunların içərisindən birini ayıraraq, hansı ki o adamlar ki demir, ipucu veriblər, yalan, doğru məlumat əsasında ağzından bir dənə güllə qoyur, uzadır oraya, öldürür. Və gəlirlər, bir nəfərin götürərək gətirirlər ora. Və gəlirlər, görürlər ki, burada qaçaqlar yoxdur. Işıqlarla gedib, yardım işıqlar kəndinə. Orada da bir nəfər güllə atıb ki, yəni sizi həbs etməyə gəlirlər. Xəbər edirlər. Sonra Mirzəfər Bağırov onları yığır, bir yerə deyib, kimin silahları var gətirsin, ona mükafat verəcək qaçaqlara qarşı mübarizə. Və biz də silah verəcək onlara gedəndə. Alladı. Gətirib bütün tüfəngləri iyiləyir, hansından alov, barut isi gəlir. Həmən adamın ağzından bir dənə vurur. Bax, bura qaçaqların soyduğu, taladığı yerdir. Bura uçub, tökülüb bura. Bura dərin olub, dərin. Bura hamar olub. Bura torpaq sonradan uçub. 30 ildən sonra uçub. Bax, indi çəkəcəm. Gürzəsadda bax. Biraz ehtiyatlı olmaq lazımdır. Baxın. Ehtiyatla görürsünüz. Mən bu daşın üzərinə çıxsam, görüm çıxa biləcəm ya yox, bu iri daş. Çıxaq da görək. 052-ni adını daşıyanlara eşq olsun. Əgər 052-nin adını daşıyan
052 birisi də kabinet nömrəsi. 1, 2, 3. Çıxdıq bu daşın üzərinə. Daşın iriliyinə baxın. Baxın. İriliyinə bax. Daşın iriliyinə baxın. Beş ton deyirlər. Baxın. Qataqların gizləndiyi. Buradan görürsünüz. Sığına kəndi var. Ora gedirmişlər. Qataqların yuvasını göstərəcəm. Bax gətiriblər. Taladığı malları, yükləri bura yığarmışlar. Buradan da atlarla gedərmişlər. Sığınaya, oradan telavarla və yaxud da bu tərəflərlə bu kətlər vardı. Oradan çıxıb düz Germin istiqaməti aşıb gedərmiş. Onların dəstələrində bir qolu oradaymış. Ötürübmüş. Məsələn, bunlar gətirdi, taladı, tökdü bura. Bunlar gəlib atlarla yükləyirmiş. Kod, şifrə bura olub. Yəni, qataqların şifrəsi bura olub. Gələrmiş də, onlar da yüklərmiş, işarə qoyarmış. Yandırılmış daşı, 3 daşın üstündən qara üzünə qoyarmış. Yəni, gəldik biz götürdük, yapardı. Ondan bilərmiş ki, öz dəstələr yaparıq. Əgərsə başqa adam onları güdübsə, buralarda, bu meşəlikdən güdübsə, onlar gedəndən sonra səhərə yaxın, onlar gecə səhərə kimi burada, axşam düşəndə hərəkətə keçirmişlər. Gedəndə, onlar, həmin adamlar gəlib buradan götürsələr, buradan. Aparsa, həmin adam tapırmış, nəslini məhv edirmişlər. İndi düşək, qataqların yatdığı yerdə görsədək. Atları da burada saxlayarmışlar. Bu daşın dibi onların tualeti olub. Gətirdiyi qızların əksəriyyəti, tualet deyəndə bax, gətirdiyi, taladığı qızları bax, bu daşın, bu daş yanında onlarla cinsi əlaqə olurmuş. Yəni, bu daş tarixi, buradan farslara deyirəm, sizin iğrənc, murdar, şərəfsiz, alçaq hərəkətlərinizin izidir. Bu daş onların sanki baş daşıdır. Bu daş tarixdir. İndi gedək o şərəfsizlərin yatdığı yeri görsədək. Buradan düşmək var, tullanmaq var, ilan var burada. Belə işte. Gördünüz? Baba, sizə bir də göstədirəm. Burada gözəl göçək qızlarımızı, kəndimizin qonşu şəhərlərdən rayına talayıb gətirirmişlər, burada yerlər. Ağacdan yapalım. Bax, burada onlarla cinsi əlaqə olmuş. Şərəfsizlər. Amma çox yerdən mal, heyvan talayıbmışlar, qoyun gətirirmişlər. Buranı burada saxlayırmışlar. Qoyunları bir-birinin ayağına bağlayırmışlar. Bir dənə daşa bağlayırmışlar. Yağadır. Bax. Baxa bilərsiniz. Sizə deyirdim köhnə videoda. Qataqların yuvasını gedib çəkəcəm. Qismət bir günmüş. Baxın. Bunların gətirib taladığı, yatdığı yerlər olur. 27 nəfər, 30 nəfər, 40 nəfər. Bax. Əsas şərəfsizlərin mərkəzi bura olur. Hətta sizə bunu da deyim. Bunu da Azərbaycan tarixi bilsin. Əli-İmbətli kimdir? Ki, İran, Yunan, ərəblərin, rusların siyasətində, İngilislərin bölgədə radikallaşmış separatistlər, yəni bəzi qüvvələr Azərbaycanın neftinə göz dikdiyi üçün Azərbaycanı da muxtariyyətlər, bölgələr, dövləti, qardaşlığı parçalayıb, qohum əqrəbəni bir-birinə düşmən etmək istəyiblər ki, həmin dönəmdə onun adamlarını həbs olunacağından agah olurlar və gəlirlər, bax, burada da gizlənirlər. Yəni, buranın adı Quldurxanadır. Bu Quldurxanada deməli, ermənilərlə əlbir olan, hətta Zəngilan, Laçın söhbətində gətirib PKK-çılardan da orada özlərinə siyasi yolla ermənilərə, ruslar
Yəni Azərbaycan türkçülük bölünməsi bu tərəfdən də Lənkəran tərəfdən. Əli Hümbətdir kim Ermənistan qaçmışdı. Adında kim bilmirəm, düz dedim. Həman adam. Bax, qiyam qaldırmışlar ha. Bax, onların adamları burada gizlənmişdi. Gizlənib, daha doğrusu gizlənib. Burada gecə gündüz yatırmışlar. Hardasa biri deyir 300 olub, biri deyir 220 nəfər olub, 120 nəfər adam bax burada olub. Bura indi uçub dağılıb. Bura ama tarixin ən qədim yaddaşlarına və Azərbaycan millətinin başına gələn cənub bölgəsində müsibətlərin bax yeridir. Bax bura. Hətta burada ərəblər yuxarıda tarixi qəbirstanlıq var Sığınada. Gəlib ərəblər yaşayış olan insanları orada hamısını daşla öldürüblər, əzib başlarını bölüblər. Və deyəcək sardandır, ulu babalar və ötür tarix nədir? Tarix insanlardır, insanlar dediyin yazılır. Sonra araşdırılır. Və ərəblər gəlib burada bütün nə qədər Oğuz kökənli türklər var yardımla. Gəlib bax burada onları hamısını öldürüb töküb bura. Qurquşa yem edir. Bax gizləniblər ki, heç olmasa soyqırım olmasınlar. Bax buranı hər kəs tanısı. Bax bu sirəmlər gör nə qədər əsrlər, tarixlər yaddaşıdır. Bunu kim açdı? Kim dedi? 052. Baxın, Rəvan bəy. Gör burada nələr olub, nələr olub, tarixdə nələr olub. Necə ki, erməni türmələrində, Rusiyanın türmələrində, türk kökənlilərə və ümumiyyətcə orada təcavüz olurmuş, savadların beyni xarab edilmişlər, dəlixanaya salırmışlar. Dəlixananın müdürləri necə o qızlarla, gözəl göyçək, ziyalı qızlarmışdı, havalanıb düşübdü ora. Orada öz adamlarını çağırıb cinsi əlaqədə olmuşdur Ermənistanda, uşaq bağçasında, yetimxanada qızları ənbəh gedən adamlara pulla milyonlar qazanırmışlar. Ora onların belə deyək də məxvi oteli olub da, belə deyək, məxvi çirkin oteli olub. Yəni dəlixanada, uşaq yetim evində qızların türmədə zindan dedi, o vaxt deyir, bax ermənilərin və rusların çirkin siyasəti, farsların da elə hərəkəti olub. Onların hamısına türmədə də qadınları işgəncə verilmiş, kimsə tabi olmurmuş, onlara cinsi təkliflər olmuş, pul qazanırmışlar. Sonra qaydasız döyüşlər olmuş, bax belə hərəkətlər olub. İndi bax bu tarixdə, bax burada da elə bir şeylər olub. Yəni bunu hər kəs bilsin. İndi hərə danışır, yox Azərbaycan belədir, Azərbaycanda nə biləm, bilirik heç nə çatışmamazlığı var, çətinlikləri var. Amma Çindən gör səs çıxardan var, Hindistanda milyarddan çox insan var, səs çıxardan var. Nə oldu balaca dövlətlərdə üsyan yaradırlar, parçalamaqdır. Deməli, resurs söhbəti var. Ona görə bugün dua edin, şükür edin, acda qalsaq, yenə baxırıq da, yəni başqa ölkə Əfqanistana baxanda 37 milyon əhlisi var. Nə gündə yaşayır? Deməyəm onlara misal çəkmirəm. Yəni, hər şeydə də zənginliyi var. Afrikanın özü, brilyantından tutmuş neft yatağına kim var? Bizdə də var. Amma nə gündə yaşayır? Yenə, amma bizdə insanlar nədir? Biri tərli olan kimi irgənir. Avtobusda, ya bunu nədir, bu piskindədir, ya şeydir. Amma halbuki dünya savaşı olsa, sərhəddə qaça-qaç olsa, o ki özlərin ona buna mındar deyənlər var ha. Birinci əmin olun, onlar həmin adamlara özlərini satarlar. Bildin, da demirə insan birinci vəhşi yırtıcı, ən murdar insandır. Nəysə, sözüm onda yox. Baxın, tarixi bilin. Əziz və hörmətli xalqım, dəyərli soydaşları. Gördüyünüz bu yerlər Sığına tərəfdə, deməli bu tərəfdən tarixi qəbirstanlıq, insan yaşayışı olduğu üçün tarixi qəbirstanlıq da olub orada. Orada hal-hazırda sarı tülpanlar da olur bu dağdan o tərəfə. Və Ərəb xilafətindən qaçıb gizlənənlərin də burada qətliam edib. Sonra qaçaqların dövründə, yəni farsların çirkin siyasətində burada qaçaqlar təcavüz etdiyi kəndə, millətə, qadına, gözəl göyçək qızları taliyəndə, gətirəndə, saçından tubatısda, atın tərkinə mindirib gətirəndə, onlar gecə burada yatırmışlar. Yəni, dediyim kimi, bura həm də qaçaqların yığdığı yer, taladığı, gətirdiyi, mülk bu daşlar tökülüb, bu daşlar burada olmayıb, bunlar təmiz olub, buralar böyük yer olub, enli olub aşağıda. Burası dolub, uçub buralar, ona görə görürsünüz, uçub, tökülüb, bura belə bu günə qalıb, bura dağılıb. Çünki burada nahələr var, ahuzar var,
gözəl qadınları saçından tutub sürüyüb gətiriblər bura. Və burada və demək olar ki, onun uşaqları gözü yaşlı, sütəmər uşaqları qalıb orada. Ora görə bu yer ahuzarlı yerdir ki, bura uçub, tökülüb bura xarabaya çevirir. Yəni görürsünüz, bura qaçaq quldurun talandığı, oturduğu yer olub. Bu daşın o tərəfində gətirdiyi gözəl qızların deməli cinsi istismara qalırmışlar. Yəni cinsi əlaqə yaradırmışlar. Baba bu daşın böyründə. Görürsünüz, hər kəs bilsin, bax, bura Yardımlı rayonunun tarixi ismi Separadi kəndirin aşağı tərəfidir. Görürsünüz. Qoşqarlı kənd tarixi ismi Qoşqarlıdır Separadi. Bax, bu daşın böyründə bunlar bu qızlara təcavüz. Bu daş həmin tarixin yaddaşıdır. Və ondan biri də o tərəfdədir. İndi onu da göstərəcəm. Sizə çalışım. Biraz ilanlıqdır. Bura Gürzə sad var. Baxın. Burada həm də qaçaqlardan əlavə o vaxtı Əli Hümbətdir kimdir? Yenə demək unutmuşam yorğunçuluqda. O Ermənistana getmişdi ki, muxtariyyət yaratırdı İranın, Rusun siyasətinə. Ölkəni, Azərbaycanı parçalamaq istəyir. Bax, həmin onun adamları burada ordu kimi gizlənmişmişlər. Qaçıb qorxulardan gəlib gizləniblər burada. Buradan da yardımların adamlarla Lənkəranda onları öldürdüyü üçün onlar da bunların yerini burada görüb və amma neçə aymış buradaymışlar, 2-3 ay belə. Onlar da xəbər veriblər ki, bunlar gəlib, yardımlılar deyib ki, bəs burada bir dəstə ordu var, gizlənir. Bax, burada əsasən onların başçıları deyək. Burada qalırmış belə. Bax, burada yığılırmışlar, qalırmışlar. Görürsünüz, bu tarixdir. Tarixi bilin. İndi hər kəs düşünəcək, gedib hara çıxıb, hara çəkib. Bəs bunları mən çəkib deməliyəm ki, mənim xalqım bilməlidir ki, İranlılar o vaxtı əsasən farsları eləyirmiş, təşkilatçılığı. Çünki onların dövlətində bağlılısı varmış. Və bu yerlərə cəmaatın, malın, heyvanın, qadının gətirilmiş buraya. Hətta 41-45-ci illərə kimi, ondan sonra da dönəmdə və deyirdiniz, İran yaxşıdır. Sənin mənim millətimi talan eləymişə, yaxsızlıqdan namusa, qeyrətə sataşırmış. Budur namuslu İran, dedin qeyrətli İran. Onların şərəfinə, ləyaqətinə tüpürüb, kişiliyinə tüpürüb. Mənim millətimi burada nə günə qoyur? Burada indi nələr baş verir? Burada nə qədər qadınları çıxıblar? Ərəblərin vaxtında, qaçaqların vaxtında, nə qədər oğlanları söyüblər burada. Burada nə qədər onların başına müsibət gətirir. Bura demək olar ki, Xocalıdır. İkinci Xocalıdır. Bax, bura deməli Xocalıdır. Bunu tarixi bilən, ona görə çəkirəm. Hər kəs bilsin, bura qaçaqların yatdığı yer olub. O qədər burada deyir, Mirzəfər Bağırov onda gəlib də, gəlib burada bir nəfər görsədi, burada görüb elə, bura aşağı oradanmış belə. Ora kimi təmizmiş buralar. Buralar sonra uçub gəlib, tökülüb. Zəlzələdən sıtdan sonra. Bu daşlar beləymiş, qabağa kimi belə. Deməli, Mirzəfər Bağırov gəlib görüb, siqareti töküblər, çəkiblər. Ortada ot yanıb, qıranda buradan, bunu sel yuyub aparır. Buradan hörülmüşmüş daşla. Bura daşla hörülmüşmüş. Bunun arxasında Böyürşanlıqmış beləncik. Böyürşan tarixi, buradan belə daşlarla yığılmışmış belə. Onun orizində onlar qalırmış. Mal, heyvan, taladığı və burada. Bildin necə? Buradan belə bağlıymış. Bir də o tərəfdən bağlıymış. İndi bax, bilin, hər kəs görsün. Bax, sizə bir dəfə video çəkmişdim. Hava çiskinliyi olanda. Dedim, Mirzəfər Bağırov gəlib qaçaqlar burada yerin tapıb. Buradan sonra çıxıblar, gediblər işıqlara və oradan onlar çata bilməyib, amma aşmışmış. Onlar bir müddət biliblər, xəbər verirlər, sizi axtarırlar, gəlməyib bu tərəf. O İranlılar bilirsən nələr eləyir. Deyəcəksiniz, Azərbaycanlılar olub onun içində. O, əsasən de fars. Azərbaycan dilində danışanlar onlara neynəsin, qorxusundan gəlirmiş olar. Amma
Əsasən farslar eləyirmiş onu. Farslar gəlirmiş atını. Taladığı mal, qoyunu aparırmışlar orada, verirmişlər insanlara. Bax, bu iri daşında biri budur. Bax, görürsən. Alçıya bax. Bəlkə də o vaxtı ilə onların nədisindən çıxıb yeyiblər. Bax, onlar buraları sadı gətirilmişlər. Məsələn, atı sadı bağlayırmışlar. Bildir. Bax, görürsünüz, bu daş görsə qapıları bunların buradanmış. Bax, görürsünüz. Hər tərəfini çəkəm gör. Növbə ilə adam qoymuşlar lazım olanda burada. Ya bəzi qızları da burada. Bax, bu daşın biri də budur. Burada onları istismar edilmişlər, təcavüz edilmişlər. Ta gətirdiyi qadınlarına burada cins əlaqə olunmuşlar. Bax, bu yerdə. Bu daşlar hamısı hər biri. Bu daşlar onların şahidləridir. Bu daşlar şahiddir. Tarixin şahididir. Buranın qapıymış bunları. Bunların qapısıymış bura. Baxın. Qaçaqların qapısıymış. Bax, bura qapısıymış. Görürsünüz. Oradan belə bura daş yığılmışmış. İndi sel aparır. Buradan daş yığılmışmış ora. Kol qoyulmuşdu bura. Böyük kol, yekək kollar, ağaclar qoyulmuş. Buradan heç kim keçməsin. Lazım olanda heyvanları burada otarırmışlar. Biraz gözləyirmiş. Akşam olan kimi çıxardıb buradan yol var. Düz gedirmişlər belə. Düz hamara çıxırmışlar. Bura rahatdır da, yaxındır. İrana getmək üçün buraya yaxındır. Bax, görürsünüz. Bunlar hamısı tarixi sirlər. Qoy bu daşısa da çıxın. Görürsünüz. Aha, buradan. Görürsünüz. Bax, deyirlər Tanrı verəndə daşısa da verir. Görürsünüz. Bax, görürsünüz. Bu boyda nəhəng daşın üstündə ağaca baxın. Görürsünüz. Daşın üstündə. Yəni deyir daşısa verən Allah hər şey verər. O biraz aşağı yaşlı sürüşmədir. Görürsünüz. Ağaca baxın. Daşısa. Gördünüz əziz dostlar. Bax, quldurların bura məkanı olub. Bu da tut ağacı. Bu da tut ağacıdır. Burada. Görürsünüz, burada belə gəlib oturarmışlar. Belə oturarmışlar. Növbə ilə elə bil qalırmışlar. İşıqlı üstdən gələndə, adam səs gələndə. Hər növbə onlar yatırdılar. Sonra növbə ilə bax belə burada şərəfsizlər gəlib bizim millətə təcavüz edir. Görürsünüz, buralar hamı tarix. Həmin dövrdə olurdum da. Onları burada küt baltı ilə pendir kimi tikə-tikə ilə tökərdim o qadınlara burada təcavüz edəndə. Gör, nə qədər alçaqlar qudurub şərəfsizlik eləyirmiş. Millətə, xalqıma təcavüz edir. Şərəfsiz. İndi deyirlər ki, avtafalar İranı müdafiə edir. Həmin avtafaların mənim millətimə burada bilirsən nə qədər təcavüz edib, göz yaşlı uşaqların qoyub. Meşə alçasıdır bu. Nə qədər. İndi o Fars dölləri, Fars pərəstlər indi Farsı müdafiə edir. Çünki onlar o türk deyil. Türk olsa öz ataları müdafiə edir. Çünki Farsdan törəyən alçaqlarda, İranı müdafiə edənlər də hamısı onlar özlərinə dövlət istəyən bir dəstə separatistlərdir. Onlara vətən xaini demək olar. Onlar terrorçulardır. Bax, mədəni terrorçular. Sizin təriflədiyiniz İran, mənim Farslar, mənim xalqımın, millətin başına görürsünüz yardımda nələr eləyir. Hələ bu qədər mən bilirəm. Gör nələr olub. Buna fit deyirlər. Baxın. Görürsünüz. Bundan belə buraların qırırsan, belə təmizlirsən. Belə edirsən. Bax, budur.
şərəfsiz fit. Görürsünüz. Hamısı tarixi yaddaşdır bura. Tarixi yaddaş. Bura hamı tarixi yaddaşdır. Tanrı onlara lənət eləsin. Mənim gözəl millətim. Tramvay. Buradan da bağlanmışlar. Bəzi qızlar da burada təcavüz edilmişlər. Həm o tərəfdə, həm bu tərəfdə. Bildin necə? Aranın paylarına düşüb. Alçaqlığı, beqriyyətliyi, namusluğu burada eləymiş. Bu daşlar tarixi yaddaşdır. Baxın, hər kəs bilsin. Onun o üzündə də gördünüzsə, onların yuvaları. Çaqqallar, namussuz şərəfsizlərin yuvaları. Gördünüz burada nə qədər bir balaca yerdə nə qədər sizə tarix çıxartdım dedi. Tarix bax. Həmin yerdə çəkdim. Sizin üçün paylaşıram, paylaşacağım. İndi 2 saatdan sonra evə gedib çıxsam. Ondan sonra istirahat edim biraz və videonu paylaşım sizin. Burada gördüm. Və həmən yer, bu hər kəs görsün. O Uğraşxananı hər yer görsün. Görürsünüz, uzaqlaşdırı da bilinmir. Görürsünüz. Görürsünüz. Məxfi yermiş də, buradan o tərəfə yaxındır. Sığınıya çıxırmış da asfalta. Mərkəzi dövlət yoluna çıxır. Bu sirəmlərdə o vaxtı olar, hamısı gizlənmiş. Burada sirəmlər var, hələ yuxarıda da var, o başda da. Onların hələ ova var, bizim kəndin ovası. O kəndin obasından da yuxarıda yerlərdə, o evin, obanın aşağısında dərə vardı. Orada da onlar gizlənmişlər. Yəni, bu yerlərin hər santimetri tarixi sirlərdir. Və o vaxtı da ərəblərdən qaçıb gizlənənlər də olub, onların qəbrəstanlıqları da var. Daşlarda satda. İndi qoyun otaransa da rast gəlir, belə bilinmir. O daşlar hamısı tarixdir. Onlar yaddaşdır. Sağ olun, özdə yaxşı baxın, Tanrıya əmanət olun. Və mən gedim. Görürsünüz, həmən yer gizləndi, görünmədi. Gör, haranı seçib, şərəfsizlər. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, yaxşı oldu, sağ olun, Tanrıya əmanət olun. Bir gün aydı, hava dolu, birdən qəfildən sel gələr, görürsünüz, yağış gəlir. Mən sayın ərazisindən tərk edin, uzaqlaşın.